Barama qurdu saxlayırıq artıq 37-ci gündür. Bu vloglarda barama qurdu prosesi artıq sona çatır. Hər nə qədər çətin bir proses olsa da, sizin marağınız mənim bu işi daha çox sevməyimə və eyni zamanda yorğunluğumun artmasına səbəb oldu. Bu vlogda da mən sizə son prosesi və eyni zamanda ən çox sizə maraqlandıran sualları cavablayacağam. Bilirsiniz ki, biz iki yerdə barama qurdu saxlayırdıq. Birinci yeri artıq əvvəlki vlogda təmizlədik. Burada isə hal-hazırda gördüyünüz yeri təmizləyəcəyik. Bunlar isə tələf olan qurdulardı. Səbəbini isə heç cürə bilmədik. Baramaları yığıb bitirdikdən sonra buranı da şaxlardan təmizləyərək səliqəli hala gətirdik. Bu dəfə köməyə daha çox insan olduğuna görə şaxların üzərindən baramaları tez təmizləyə bildik. Amma təbii ki, bir də baramaların təmizləmə prosesi var. Biraz istirahət edib dincəldikdən sonra axşam yenidən bir araya toplaşdıq. Sağ olsunlar, bu dəfə qonşular köməyə gəldilər. Amma hər nə qədər kömək olsa belə yenə də baramaların çoxluğundan təmizləyib bitirmək olmurdu. Buna görə də işimiz həmin gün axşam bitmədi, növbəti günə qaldı. Və biz də işimiz daha da asanlaşsın deyə növbəti günü dreldən istifadə edərək təmizləməyə başladıq. Əslində bu üsul bizə çox kömək oldu. Bir tərəfdən həm drellə təmizləndi, bir tərəfdən də xanımların köməyi ilə əllə təmizlədik. Nəhayət təmizləmə prosesi də başa çatdı. Hər kəsə ən çox maraqlı gələn sual nə qədər çəki oldu? Təmizlədiyimiz baramaların ümumi çəkisi bizdə 143 kiloqram oldu. Amma təbii ki, daha artığını gözləyirdik, çünki 80 qram qurd götürmüşdük. Amma sonda qurdların çoxusu tələf olduğuna görə çəkinin yarısını itirmiş oldu. Yəni əslində çəkisi 200 kiloqramdan çox olmalı idi. Bu isə kəpənəkdən çıxan barama idi. Baramalar isti yerdə qaldığı sürəcə kəpənək çıxarır. Bütün baramaları meşoklara yığdıq və ardınca da gəlib bizdən təhvil aldılar. Bu arada baramanın qiyməti hal-hazırda kiloqramı 11 AZN-dir. Düşünürəm ki, bu iş daha çox kənddə yaşayan insanlar üçün uyğundur. Təxminən 40 günə yaxın əziyyət çəkdik və nəticə isə belədir. Və siz necə düşünürsünüz? Sizcə bu qədər əziyyətə dəyərmi? Yorumda fikirlərinizi gözləyirəm. Növbəti dəfə daha maraqlı vloglarda görüşənədək.